Məni izləyən hər kəsə Allahın salamı olsun. Bugün görüntüsü ləzzəti görüntüsündən gözəl olan maraqlı bir mürəbbə hazırlayacağam. Sizlər də bu mürəbbəni hansı meyvədən hazırladığımı bilmək istəyirsinizsə videomu sona qədər izləyin. Əməyə hörmət olaraq bəyəni düyməsini basıb öz gözəl yorumlarınızı bildirməyi də unutmayın. Keçək mürəbbənin hazırlanma qaydasına. Bu meyvə meşədə yabani halda bitən yemişan meyvəsidir. Bəzi bölgələrdə buna qarellə də deyilir. Bu meyvə min bir dərdin dərmanıdır. Mən də bu meyvədən gözəl bir mürəbbə hazırladım. Əvvəlcə yemişanın hər iki tərəfini, həm çöp hissəsini, həm də başında olan bu tac hissəsini kəsib atıram. Əvvəlcə gözəl təmizləmək lazımdır. Əgər biz bunları təmizləməsək, belə halda bişirsək, bizim mürəbbəmizin rəngi gözəl olmaz və qara çıxar. Bütün yemişanı eyni qaydada baş hissəsini, arxa hissəsini kəsərək, belə gözəl şəkildə təmizləyib götürürəm. İndi isə mürəbbəmizin daha da gözəl olması üçün tərtəmiz yumaq lazımdır meyvəni. Meyvəni dərin qabın içərisinə boşaldıram və axar suyun altında təmiz suyu çıxana qədər yuyuram. Həmişə qeyd edirəm, yenə də deyirəm. Əgər mürəbbənizin rənginin gözəl olmasını, dadının gözəl olmasını istəyirsinizsə, ən birinci təmizliyə əməl etmək lazımdır. Yəni meyvələri tərtəmiz suyu çıxana qədər yumaq lazımdır. Mən də bu yemişanı 3-4 dəfə axar suyun altında yudum. İndi də şirəsini hazırlayıram. Mən kiloya kilo şəkər tozu əlavə edirəm. Məndə 4 kilo yemişan meyvəsi olduğu üçün qazanın içərisinə 4 kilo şəkər tozu əlavə edirəm. Bu yemişanın o qədər şirəsi, məti olmadığı üçün üzərinə, şəkərin üzərinə hər kiloya görə 2 stəkan da su əlavə edirəm. Və yuyub, aş süzəndə qoyub suyunu süzdüyüm yemişanı hazırladığım şirənin içərisinə töküb, əvvəlcə orta atəşdə qoyuram odun üzərinə. Mürəbbə qaynara düşən kimi gür odda bişirirəm. Çünki mürəbbə vam odda bişiriləndə mürəbbənizin həm rəngi qaralacaq, həm də dadı gözəl olmayacaqdır. Mürəbbə qaynadıqca üzərinə çıxan kəfin hamısını yığıb götürürəm. Bəzi mürəbbələrdə daha çox kəf olur. Bunda elə o qədər də çox kəf yoxdur. Amma yenə də çıxdıqca götürmək lazımdır. Yəqin ki, deyəcəksiniz ki, çox qarışdırdınız, narahat olmayın, bu meyvə əzilmir. Yəni, kənarda olan meyvələri qazanın, ləyənin ortasına eləyirəm ki, belə qaşıqla itələyirəm ki, ortada daha çox atəş yandığı üçün meyvə gözəl, mürəbbə gözəl şəkildə hazır olsun. Artıq mürəbbəmizin qaynamasını, yəni hazır olması bu cürə köpük çıxmasından bəlli olur. Amma yenə də yoxlamaq lazımdır. Mürəbbədən biraz götürürəm və bir dənə quru, təmiz, nəlbə kimi deyim, boşqab mı deyim, razetka mı deyim, belə qoyuram və 1-2-3 dəqiqə saxladıqdan sonra mürəbbənin içərisinə süzürəm. Baxın, belə şəkildə süzülürsə, demək ki, bizim mürəbbəmiz hazırdır. Mürəbbəni odun üzərindən götürə bilərik. Bir də bir damcı o rozetkada olan damcıdan bir damcı qoyun baş barmağınızın üzərinə tərs çevirin. Əgər şirə barmağınızın üzərindən düşmürsə, demək ki, sizin mürəbbəniz hazırdır. Mürəbbəni odun üzərindən götürüb kənarda bir taxtanın üzərinə qoyub bu şəkildə silkələyərək mürəbbənin içərisində qalan bütün kəfi sonuna qədər, son kəfə qədər qarışdırıb, yəni belə silkələyib ortasına yığılan kəfin hamısını yığıram. Bəzən görürsən ki, xanımlar mətbəx salfetkası qoyur ki, bu necə deyim, qalan kəflərin hamısı yığılsın. Ancaq ən gözəl üsul budur.
yanlarından tutub ləyənin yanından tutub silkələyin. Həmin dəqiqədə bütün kəflər yığılır, baxın ortasına. Sonuna qədər belə silkələdikdən sonra içərisində bir damcı da olsun, kəf qalmır. Mən mürəbbəni dəmir böyük ləyəndə bişirdim. Daha sonra belə şirəli ləyənə boşaltdım, isti-isti. Çünki onda saxlamıram. Təmiz soyana qədər də şirədə saxlayıram. Çünki belə etdikdə mürəbbə şirəni daha çox canına çəkir və daha gözəl şişir və daha gözəl alınır. Videoda da mürəbbənin nə qədər gözəl olduğunu görürsünüz. Mürəbbə soyduqdan sonra təmiz yuyub qurudulmuş bankalara yığılmalıdır. Mütləq bankanı təmiz qurulamaq lazımdır ki, bir damcı da olsun, su olmasın. Yığdıqdan sonra sərin, soyuq yerdə saxlamaq, qaranlıq, sərin, soyuq yerdə saxlamaq lazımdır ki, mürəbbəmiz qışa daha gözəl qalsın. Bir də mürəbbəni çalışın ki, bişirəndə balaca ölçüdə, yəni kiçik ölçüdə bankalarda yığıb saxlayın. Belə bankalarda açdıqda, yəni istifadə etdikdən sonra mürəbbə qalmır və sizin bankada mürəbbə qalmadıqda, yəni qalıb xarab olmur. Siz də çalışın ki, mürəbbələri kiçik ölçüdə bankalarda saxlayın. Mürəbbənin rəngindən də nə qədər gözəl olduğunu gördünüz. Sizlər də hazırlayın, dadın, öz gözəl yorumlarınızı bildirməyi də unutmayın. Əməyə hörmət olaraq bəyəni düyməsini basmağı da unutmayın. Hələlik.